Bugün Azərbaycanda küçəyə çıxanda hər 10 maşından birində gördüyümüz bir modeldən danışacağıq. Söhbət Hyundai Elantra'dan gedir. Bu maşın niyə bu qədər çoxdur? Niyə həm ailə alır, həm bolt sürür, həm də ilk maşın kimi seçilir? Doğrudan da problemsizdir, yoxsa sadəcə ucuz olduğu üçün çoxdur? Gəlin hər şeyi açıq danışaq. 2011-2016 arası olan bu nəsil Azərbaycanda ən çox yayılan modeldir. Qiymətləri təxminən 13.000 manatdan 20.000 manat arasındadır. Bu maşını alan adam nə istəyir? Ekonom olsun, baş ağrısı yaratmasın, ustası tapılsın, satanda da rahat satılsın. Elantra məhz bu ehtiyaclara görə seçilir. Mühərrik məsələsi əsas mövzu. Azərbaycanda əsasən 2 mühərrik var. 1.6 motor, 132 at gücü, sadə quruluş, zəncir sistemidir, kəmər deyil. Bu nə deməkdir? Yəni əlavə xərci azdır. Yanacaq sərfiyyatı isə şəhərisi 8-9 litr, trasta 6-7 litr. Bəs bu avtomobillərə qaz qoyulur? Bəli, düzgün quraşdırılsa problem yaratmır. Bu motor Azərbaycanda ən çox təriflənən variantdır. Digər seçim isə 1.8 Dodge motordur. Bu versiya biraz güclüdür. Təxminən 148 at gücü. Maşın daha rahat dartır. Sürətlənmə 1.6-dan daha fərqlidir. Amma burada diqqət olmaq lazımdır. Bəzi 1.8 motorlarda yağ azaltma problemi ola bilər. Vaxtında yağ dəyişilməsə risk artır. Katalizator məsələsi çıxa bilər. Yanacaq isə şəhərisiz 9-10 litrdir. Trasta 7-8 litrə qədər düşür. Yəni 1.8 daha güclüdür, amma baxımlı variant tapmaq vacibdir. Sürətlər qutusu avtomat 6 pilləlidir. Əgər vaxtında yağ dəyişilibsə problem yoxdur. Amma Azərbaycanda çox adam yağ dəyişmir. Nəticə isə keçidlərdə vurma, gec reaksiya, mexanika isə demək olar problemsizdir. Salon və rahatlıq. Salon genişdir. Arxa oturacaq ailə üçün kifayət edir. Bagaj böyükdür, 420 litr. Amma gəlin düz danışaq. Bu maşın premium deyil, plastik sərtdir. Səs izolyasiyası zəifdir. 120 sürətdən sonra külək səsi gəlir, amma qiymətinə görə normaldır. Ən çox rast gəlinən problemlər. İndi ən vacib hissə. Bu maşında adətən sükan reykası səs edə bilər. Amortizator tez köhnəlir. Stabilizator rezinləri tez sıradan çıxır. 1.8 motor yağ azalda bilər. Amma bu problemlər elə də bahalı problemlər deyil. Yəni bu maşın usta yanında yatan maşın deyil. Servis xərcləri. Ehtiyat hissəsi boldur. Qiymətləri münasibdir. Usta hər yerdə var. Bu da Azərbaycanda onun ideal seçim edir. Satışı da rahatdır. Elanı qoysan tez gedir. Bəs bu avtomobil kimlər üçün uyğundur? Əgər sən ilk maşın alırsansa, ailə maşını axtarırsansa, ekonom sürmək istəyirsənsə, problemdən qaçırsansa, Elantra yaxşı seçimdir. Amma əgər sürət həvəskarısansa, səssiz premium rahatlıq istəyirsənsə, prestij axtarırsansa, onda bu maşın sənlik deyil. Son olaraq Hyundai Elantra nə əfsanədir, nə də bərbad maşın. Bu maşın ağıllı seçimdir. Əsas məsələ yorulmuş, taksi çıxmış qəzalı variantın alma. Düzgün seçim etsən səni üzməz. Yanlış seçim etsən hansı maşın olsa üzər.